Salam, hər vaxtınız xeyir olsun. 11-ci sinif üçün nəzərdə tutulmuş Azərbaycan dili test toplusundan ədat mövzusu ilə izahımıza davam edirik. Əmr ədatı işlənmiş cümləni müəyyən edin. Deməli, əmr ədatı olsun. Bizə baxaq görək. Xeyr, əmr deyil, kaş, arzu. Heç kəsə, deməli, bir söz demə, ha. Buradadır. Əmr şəklində olan feildən sonra gələndə ha sayılır əmr ədatı. Əmr şəklindən yox, digər şəkillərdən sonra gəlibsə əgər, onda qüvvətləndirici sayılır. Hal-hazırda burada demə əmr şəklindən sonra, əmr şəklində olan feildən sonra gəldiyinə görə əmr ədatı sayılır. İkinci suala baxırıq. Deməli, hansı cümlədə ədatın yazılışına səhvə yol verilib? Deməli, səhvə yol verilə bilən M4 variant ola bilər ki, əgər özündən əvvəl da və də iştirak bağlayıcıları varsa, onda bu M sözdən ayrı yazılmalıdır. Baxaq görün, burada harası varmı? Elə bir şey. Deməli, bax, görürük deyə mini görürük burada ki, deməli, da, dədən sonra gəlib, amma bitişib sözə. Deməli, səhvə yol verilib burada. Səhvə yol verilib. Haraydı? Hə, D variantı idi. Keçirik üçüncü suala. Cümlələrin birində düz sözü ədat kimi işləmişdir. Heç bir suala cavab verməməlidir və lap sözü ilə də əvəz oluna bilər digər ədatlarla. Baxırıq ki, düz lalələrlə, əlvan çiçəklər və qıpqırmızı lalələrlə örtülmüşdür. Hara? Bu isimdir. Sən görüşə düz vaxtında, lap vaxtında gəldi. Heç bir suala da cavab vermir. O birlərində isə, məsələn, düz yol, necə yol, sonra düz yazmışdı, necə yazmışdı, düz nə et, deyir ki, süfrənin üstünə düz, nə et, burada da feil kimidir. Yəni, cavabımız oldu B variantı üçüncüdə. Dördüncü suala baxırıq ki, cümlələrin birində 3 ədat işlənmişdir. Məgər, deməli, bu 1, elə danış, bu da 2. 1, 2, başqa yoxdur. 2 dənə ədatdır, 3 dənə, bəli, sonra artıq, özünlə apara biləsin, yoxdur, 2 dənədir burada da. Olduqca, sonra gözəl bir rəsm. Deməli, əgər birinci növ təyin söz birləşməsinin tərkibindədirsə, 2 sözü ilə əvəz olunsa belə yenə də ədat sayılır. Deməli, görürük ki, gözəl rəsm. Gözəl rəsm və burada olan sayılacaq ədat. Birinci növ təyin söz birləşməsinin tərəfləri arasındadırsa, əgər bir söz, onda ədat sayılır. Görə mükafat aldı. Baxaq, görək, başqa ədat varmı? Xeyr, yoxdur başqa ədat. Elə ancaq buna görə mi incimişdin? Deməli, elə burada məhdudlaşdırıcı ədat. Daha doğrusu dəqiqləşdirici ədat, eləmə əsas. Ancaq məhdudlaşdırıcı ədat. Yalnız sözü ilə əvəz olunur. Bir də mi ədatı var burada, sual ədatı. Deməli, 3 ədat işlənir bir variantında. Cümlələrin birində 3 ədat işlənmişdir. Hər şeyi lap açıq yazmazlar ki. Deməli, burada lap görürük, qüvvətlendirici. Bir də ki, kini görürük, qüvvətlendirici ədatı. Bax, elə mən də onu demək istəyirdim də. Deməli, bax, nə et sualına cavab vermir, ədatdır, əmr ədatı. Elə ədatı var burada. Deməli, sonra mən də suala cavab verməyəndə ədat sayılır. Mən də, bu bağlacıdır da heç. Onu demək istəyirdim də, bu dəfə ədat sayılır. Bu dəfə ədat sayılır, iştirak bağlacısı deyil. Deməli, bizə nə lazımdır? 3 ədat, elə B variantını götürərik cavab kimi. Altına xətt çəkilmiş sözlərdən biri ədat deyildir. Düz sözünü xətt çəkiblər, görürük 2 variantlı. Düz sözü suala cavab verməsin və yaxud da ki, başqa sinonim ədatlarla əvəz olunsun gerək. Məşədi Haşım düz yarım saat danışdı. Bu düz sözünün heç bir suala cavab vermir burada və lap deməli sözü ilə də əvəz oluna bilər. Lap yarım saat danışdı. Deməli, bunu götürə bilərik cavab kimi. Amma o biri variantlara baxsaq, məsələn, düz bir ay, bir gün. Bir ay tamam oldu, düz bir ay, bir gün. Altına xətt sözünün bir ədat deyil. Üzr istəyirəm, ədat deyil deyir. Mən burada düzgün baxmadım, ədat olan kimi başa düşdüm. Deməli, bu A variantını götürmürük. Çünki ədatdır. Bir ay tamam oldu, düz bir ay, bir gün. Lap bir ay. Deməli, heç bir suala cavab vermir. Burada da B variantında olan da ədat sayılır. Ondan sonra qoy təbiət baharı qarşılasın. Qoy, gəl, gör, bax, bu tipli sözlər suala cavab verməyəndə əmr ədatı sayılır. Qoy təbiət baharı qarşılasın. Nə et deyə bilmərik ki, burada ədat var.
deyir, belə uşaqlar ancaq fərdi şəkildə hazırlaşmağı xoşlayırlar. Yalnız sözünü qoya bilirik bunun yerinə. Bəli, o da ədatdır. Gördüm, ancaq tanıya bilmədim. Lakin burada olan isə deməli qarşılaşdırma bağlayıcısıdır. Keçdik. Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Nizamiyə bax, Füzuliyə bax, Nizamiyə nə et bax. Deməli burada ədatdır. Üzr istəyirəm, ədat deyildir. Hə, cavab kimi götürə bilərik də. Feildir də bu. O birilərinə baxsaq heç bir feilli sualına cavab vermir. Məsələn, qoy var olsun elin varı. Nə et var olsun deyə bilmərik ki biz. Bütövlükdə əmr ədatıdır bu qoy. Deməli ədatdır o. Xətt çəkirik. Necə gözəl havadır. Sual məzmunu yaratmayıb qüvvətləndirici ədat kimi işlənib necə? Qoy gəlsin, əylənib gülüşək biraz. Nə et gəlsin deyə bilmərik ki. Deməli, burada da ədat kimi işlənib qoy. Ah, necə keyf çəkməli əyyam idi. Burada sual məzmunu yaratmayıb, yenə də qüvvətləndirici ədat kimi işlənib cavab oldu A variantı. 8-ci suala baxırıq. Altında xətt çəkilmiş sözlərdən biri ədatdır deyir. Nəriman da bu məsələdən xəbərdardır. Deməli, başqa adamlar da xəbərdardır məsələdən. Nəriman da qoşulub olaraq. Belə olanda ona biz iştirak bağlayıcısı deyirdik. Biri ədatdır. Xeyr, ədat deyil. Sən də bu ellərin, əgər də, da bitişikdirsə, heç vaxt nə ədat, nə də bağlayıcı hesab oluna bilməz. Deməli, bu olacaq sən də yerlik hal şəkilçisi. Gündə yenə də görürük zərf şəkilçisi olacaq burada. Zərf yaradan şəkilçisi kimi bitişik yazılıb keçdik üzərindən. Onun nəzarətdə yenə də bitişik yazılıb keçirik üzərindən. Yerlik hal şəkilçisi kimi. Görürsən də nələr oldu. Burada deməli olacaq qüvvətləndirici ədat kimi. Yəni də nə ola bilər? Sözdən ayrı yazılanda. Ədatı ola bilər. Bir də ola bilər bağlayıcı. Bağlayıcı hansı? İştirak bağlayıcısı ola bilər. Bağlayıcı olanda necə olur? Hamı bir işlə məşğul olur. Deməli, biri də qoşulur da. Yəni o işə biri də qoşulur. Deməli, bu adam olmaya da bilər. Əşyalar da ola bilər ki, məsələn deyək ki, qələm, kitab, dəftər də aldım. Yəni aldıqlarımın içərisində dəftər də qoşulub, iştirak eləyib. Belə bu dediyim mənada olmayanda da ədat hesab olunur. Deməli, Y variantının cavab kimi götürürük. Ədat işlənib burada. Nümunələrin birində ki ədat kimi işlənmişdir. Ki bağlayıcı kimi də olur. Ədat kimi də işlənir. Əgər qaydasını deyirəm. Əgər iki cümlə arasındadırsa və xəbərdən sonra gəlibsə, iki cümlə arasında xəbərdən sonra gəlibsə, onda o bağlayıcı hesab olunur. Bir dənə istisna nümunəsi var ki, təkrarlanan feillərdən sonra gələndə, xəbərlərdən sonra gələndə ədat sayılır. Məsələn, oxumur ki, oxumur. Vergül də olur, orada ədat sayılır. O istisna nümunəsidir. Ancaq, məsələn, deyir ki, oxudu ki, bilsin. Nümunədir. Görürük ki, nədən sonra gəlib? Xəbərdən sonra gəlib. Feil olmaya da bilər. Deməli, xəbərdən sonra gəlib və iki cümlə arasındadır. Deməli, bağlayıcıdır bu. Bu qaydaya uyğun olmadıqda ədat götürürük. Rayondan xəbər gəldi ki, bax, görürük ki, burada xəbərdən sonradır və olacaq bağlayıcı. Bizə nə lazımdır? Ədat kimi işlənən. Deyirlər ki, yenə də nə kimi işlənib? Xəbərdən sonra gəlib və ədat kimi yaxın günlər deməli, bu olacaq bağlayıcıdır, aydınlaşdırma bağlayıcısı. Bizimki heç vaxt gətirmir, yox bizimki, belə olmur. Deməli, bu bitişik olur və leksik şəkilçi sayılır. Burada olanda bizimki. Deməli, leksik şəkilçi sayılır, nə ədatdır, nə də bağlayıcıdır. Keçdik. Dünən ki, qonaqlıqdan sonra heç işçilər həyətdə səliqə səhman yaratdılar. Bu dünənki sifətidir də, burada da leksik şəkilçidir. Keçdik üzərindən. Mən ki candan keçirəm sevgili cananım üçün. O mənim dostumu düşmən törədir canım üçün. Deməli, mən ki bağlayıcılardan sonra, ümumiyyətlə də yəni xəbərdən sonra gəlməyib. Mən burada nə olacaq? Kim keçir candan? Xəbər buradadır. Mən keçirəm. Mübtədadan sonra gəlib. Yəni xəbərdən sonra gəlməyib və sayılacaq ədat. Cavab Y variantı oldu. Keçdik 10-cu suala. Hansı cümlədə ki ədat kimi işlənib? Qaydasını az öncə dedim, daha bu dəfə təkrarlama, birbaşa cavabı tapmağa çalışaq. Elə yaşa ki, xeyr. Atalar deyib ki, xeyr. Mən bilirəm ki, xeyr. Onun ki, bu olacaq. Onun ki, bu məsələdən xəbər yoxdur. Cavab budur.
Danış ki, burada da xeyr. Cümlələrdən birində təkcə sözü ədat kimi işlədilmişdir. Təkcə sözünü yalnız sözü ilə əvəz etmək olanda və yaxud da bircə sözü ilə əvəz etmək olanda ədat kimi götürə bilərik. Güllərin arasında təkcə qızılgül yox idi. Arasında təkcə qızılgül yox idi. Yalnız deyə bilirəm, bilirəm. Deməli bu ədatdır. Bizə ədat kimi lazım idi, bəli, A variantı. Daha o biri variantlara baxmır. Məsələn, mən sahədə təkcə işləyirdim. Suala cavab verir də. Mən sahədə deyə bilərsiniz ki, yalnız deməzsiniz. Yalnız vurğunu başqa cür deyirsiniz. Yəni yalnız zərfi də var. Mən isə deyirəm yalnız, vurğunu bura deyirəm, yalnız. Deməli bu ədat sayılır. Və yaxud da güllərin arasında bircə qızılgül yox idi. Xalanın evdə təkcə deyir, xalam evdə təkcə oturmuşdu. Təkcə oturmuşdu, bircə oturmuşdu deyə bilmərik ki, yox. Deməli bunlar zərflər sayılır, zərf. Belə böyük bir evdə təkcə yaşamaq yenə də zərf. Ondan sonra zəminin ortasında təkcə dayanan, necə dayanan, təkcə dayanan. Suala cavab verəndə ədat hesab olunmur. Cümlələrin birində təkcə sözü ədat kimi işlədilmişdir. Həmin məsələdə Zümrüd xanım bütün bu işlərə təkcə qərar verirdi. Təkcə qərar verirdi. Necə qərar verdi? Təkcə. Suala cavab verir, verir. Onda zərfdir. Feili izah eləyir axı. Çinarın kölgəsində təkcə oturub. Necə oturub? Təkcə oturub. Nə tərzdə? Deməli burada da zərfdir. Baba bostanı təkcə şumlayıb qurtardı. Deməli demərik ki, yalnız və yaxud da bircə şumlayıb. Burada da zərf. Necə şumlayıb? Təkcə şumlayıb. Burada da zərf deyərik buna. Təkcə sən yoxsan əzizim, gözləyirik. Yalnız sən yoxsan əzizim, bircə sən yoxsan. Deməli burada ədatdır. Rəhim müəllim yolun kənarında təkcə dayanmışdı. Necə dayanmışdı? Təkcə dayanmışdı. Deməli burada da zərfdir. Sual ədatı işləmiş cümlələri müəyyən edin. M4 variant, ki, bəs, məgər, yəni sual ədatları olur. Deməli deyir, görəsən onu tapdılar. Burada yoxdur sual ədatı. Nə üçün Məmməd işdən çıxdı? Nə üçün sual əvəzliyi sayılar? Deməli bunu da götürmədik. Məgər, burada var məgər. Bax sual ədatıdır məgər. 3-dən başladıq. Bəs də sayılır. O da sual ədatıdır. Bəs müəllim olmaq istəmirdin? Bəs. Deməli 4-ü götürürük. Sən necə əsərləri xoşlayırsan? Burada sual əvəzliyi idi. Necə? Bunu götürmədik. Maraqlıdır. O bizimlə razılaşacaqmı? Mını görürük. O da sual ədatıdır. Deməli oldu 3, 4, 6. A variantı ilə. Nümunədə ədatın hansı məna növləri işlənmişdir? Mənim nə dərdim var? Mənim nə dərdim var? Təki sən yaşa. Təki deyir burada. Barı sən yaşa. Arzu. Düzdür, arzu ədatı. Deməli, arzu. Sən yaşa. Of, qacar, vicdanın döndümü? Mü'nü görürük. Burada sual. Haradır? Arzu, sual. Arzu, sual. C variantında. Nə sözü hansı cümlə ədatı kimi işlənmişdir? Nə sözü sual məzmunu yaratmayanda və yaxud da inkar bağlayıcısı kimi işlənməyəndə biz onu ədat götürəcəyik. Deyir, o nə dinir, nə danışırdı. Deməli, burada biz təkrarlanan nələri görəndə nə deyirdik ona? İnkarlıq bağlayıcısı deyirik ona. Xeyr. Baxmaqdan nə ürək, nə göz doyardı. Deməli, deyir ki, baxmaqdan nə ürək, nə göz doyardı. Burada da yenə də nə kim görürük bunu? Bağlayıcı kim görürük? Təkrarlananları görürük. Deməli, bağlayıcıdırsa götürülməlik. Səltənət nə dinir? Eyni formada, yenə də bağlayıcıdır, inkarlı bağlayıcısı. Bahar gəldi, nə gəldi? Artıq burada sual məzmunu da yoxdur. Həm də təkrarlanan nələri də görmürük. Deməli, cavabımız D variantı olur. E'yə baxaq. Nə düşər yurdu getmiş bir igidin payına. Nə düşər deyir, sual verir də. Axırda da sual işarəsi var. Deməli, sual əvəzliyi idi burada. Keçdik 16. Cümlələrin birində ki ədatı işlənmişdir. Ki ədatının az öncə qaydasını demişəm, təkrar xatırlatmıram. Dedi ki, hadisə onu sarsıdıb. Dedi ki, xəbərdən sonra gəldiyi üçün ədat deyil, bağlayıcıdır. Sən ki, həmişə onu tərifləyirdin. Bəli, cavab budur. Xəbərdən sonra gəlmədiyinə görə. İstisnası da vardı. 12 təkrarlanan xəbərlərin arasında olanda ədat sayılır. Cümlələrin birində iki ədat işlənmişdir. Bu xalını təkcə sən toxumusan. Bu xalını təkcə deyir. Yalnız sən toxumusan.
bircə sən toxunmusan, belə də deyə bilərik. Deməli məhdudlaşdırıcı ədad kimi burada bir dənə oldu. A variantını götürənməli. Bizə nə lazımdır? 2 dənə ədad lazımdır. Keçdik. Deməli bunun ardına gör nə gözəl havadır. Deməli gör. Nə et deyə bilmərəm ki, yox. Deyə bilmərəmsə əgər onda biri budur. Nə gözəl havadır. Burada da bir dənə qüvvətləndirici ədatı görürük. Sual məzmunu yaratmayıb təkrarlanan nədir deyil. Ona görə cavabımız B variantıdır. O birilərə baxaq. Gözləyək. Ancaq gələcəkmi? Bir dənə mi ədatı var burada. Xeyr. Belə sözlər lap adamın ürəyini açır. Lap ədatını görürük burada. Bu da xeyr. O necə adamdır? Burada ümumiyyətlə ədat yoxdur. Ki hansı cümlədə ədat kimi işlənmişdir deyir. Ki hansı cümlədə ədat kimi işlənmişdir. Kinin qaydasını demirəm daha, xəbərdən sonra gəlməməlidir ədat olmaq üçün. Xəbərdən sonra deyəndə ki, yəni iki cümlə arasında xəbərdən sonra gəlməməlidir. Sənə ki dəfələrlə demişəm. Ədat işlənmişdir deyir də, düzdür? Deməli xəbərdən sonra gəlməyib ki, kimə? Xəbərdən sonra gəlməyib, deməli mən A variantını cavab kimi götürə bilərəm də. Dünənki sözə də bitişik olmamalıdır ədat kimi olanda. Sözə bitişik olanda ümumiyyətlə bağlacı da sayılmır o. Deməli o biri variantlara baxmıram. Keçirik 19. Hansı cümlələrdə ədat işlənmişdir deyir. Şair, gəl aldanma dünya varına. Ədat işlənmir. Gəl aldanma. Nə et deyə bilirik? Yox. Nə et aldanma. Əgər gəl, gör, bax tipli sözlərə, deməli feilin sualını verə bilmiriksə və cümlənin əvvəlindədirsə, onlara biz ədat deyirik. Əmr ədatları. Deməli burada ədatın biri budur. Birinə başlayırıq. Ədat işlənən cümlə lazımdır. Yoxdur bu torpaqda sizin tək şair. Burada qoşma var tək, amma ədat yoxdur. Keçdim üzərinə bunun. Kaş ki tapşırığı vaxtında yerinə yetirəydim. Deməli kaşkini görürük biz burada. Bunu götürə bilərik arzu ədatı kimi. Bəh, bəh, kitab bağlandı. Deyir, bəh, bəh, kitab bağlandı. Burada nida ola bilər. Burada ədat yoxdur 4-də. Mən ki, deməli ki var burada. Ki ədatı. 5-i də götürərik. Oldu 1, 3, 5. 1, 3, 5. Deməli burada 19-cu sualda oldu 1, 3, 5. Sonra 20-ci sual. Altına xətt çəkilmiş sözlərdən biri ədat deyildir. Qoy bol olsun elin varı, nə et bol olsun deyə bilmərik ki, ədat deyildir burada. Ona görə xətt çəkirəm, ədatdır. Çünki uşaqlara yaxşı bax, körlük çəkməsinlər. Uşaqlara nə et, bax. Deməli, burada ədat kimi yox, feil kimi işlənib. Və xəbər vəzifəsindədir. Əmr şəklində olan feildir hal-hazırda. Bax, sənə deyirəm, ha, 2 dənə ədat işlənib. Bu qüvvətləndirici, bu da bax da əmr ədatı. Nə et, sənə deyirəm, ha, olmaz axı, ədatdır bu. Necə yəni gəlməyib? Necə yəni gəlməyib? Deməli, burada biz görürük ki, yəni sözü. Necə yəni gəlməyib? Xətt çəkilən lazımdır. Necə yəni gəlməyib? Deməli, burada ədat işlənib. Burada da ədat işlənib. Deməli, necə bilirik onu biz? Necə yəni? Sual məzmunu yaratmayıb da necə yəni gəlməyib? Necə gözəl havadır? Necə xoşbəxt insandır? Bax, bu tipdə olan bir nədir adı? Sözdür də bu necə. Bir də deyir ki, necə öyrənib? Necə danışırdı? Bu tipdə yəni, birbaşa necə sual verirsə, sual məzmunu yaratırsa, onu əvəzlik götürürük. Hal-hazırda burada isə sual məzmunu yaratmayan bir sözdən söhbət gedir. Deməli, ona görə də D variantıdır. Necə orada qüvvətləndirici ədat sayılır. Ax, burada ədatı gör. Ax, necə kef. Yox, bu ax sayılmır. Axıdır bizim ədatımız. Deməli, bu nidadır hal-hazırda. Ax, necə. Bax, burada da görürük ki, yenə də ədatdır. Xətt çəkilənlərə baxırıq da biz. Deməli, xətt çəkilənlərə baxırıqsa, necə sual məzmunu yaratmayıb cümlədə. Necə kef çəkməli əyyam idi. Necə gözəl havadır. Necə gözəl insandır. Bunlar hamısı ədat sayılır. Deməli, mən burada B-nin üzərində, D-nin niyə belə işarə götürmüşəm? Bir dəqiqə bunun da üstünə bir xətt çəkmək lazımdır. Çünki ədat deyil deyir də bizdə. Burada da xətt çəkirik. Çünki necə ədatı var burada qüvvətləndirici ədat. Cavab oldu B variantı 20-ci sualda. Burada olan feildir. Feil, ədat deyil. Sonra 21-ci suala baxırıq. 21-də deyir ki, aşağıdakı cümlələrdən hansında ki ədat kimi işlənmişdir, vergül işarələr buraxılmışdır. Elə o saat tapşırdım ki, geri qayıtsın. Burada bağlacıdır. Sən oxuyursan ki, yaxşı biləsən. Burada da bağlacıdır.
Kitab mənimkidir. Deməli burada nə bağlacıdır, nə də ədatdır. Çünki sözə bitişikdir, leksik şəkilçidir. O bilirdi ki, anası narahatdır. Burada da bağlacıdır. O ki belə demirdi. Burada ədatdır. Qüvvətlendirici ədat. Cümlələrin hansında də ədat kimi işlənib? Sözə bitişik olmalı deyil. Şəhərdə bir nigarançılıq duyulurdu. Də bitişikdir burada sözə. Deməli götürə bilmərik. Gedək də, nə durmusan? Burada biz bunu ədat kimi götürə bilərik. Çünki iştirak bağlacısı kimi işlənməyib. Onda sən belə uşaq olardın. Deyir onda sən hələ uşaq olardın. Hə, deməli sözə bitişikdir, nə ədatdır, nə də bağlacıdır. Yağış da, qar da bu artıq olur bağlacı. Heç nə bizi qorxutmadı, yəni yağış və qar da bizi qorxutmadı. Bu da iştirak bağlacısı deyirlər belə olanda. Kənd də, şəhər də bu işdən kənarda qalmaq istəmir. Yəni kənarda qalmaq istəməyən çox şey var. Kənd və şəhər də qoşulub onlara. İştirak bağlacısı deyirlər bunlara. 23-cü suala baxırıq. Deməli, elə sözü hansı cümlədə ədatdır yazılır burada. Yəni suala cavab verməsin gərək. O elə bil yuxudan oyatdı. Onu elə bil yuxudan. Elə bil burada modal sözdür. İkisi birlikdə sanki elə bil güya. Müəllim elə uşaqları həmişə fərqləndirirdi. Necə uşaqlar? Elə uşaqlar. Əvəzlikdir. Elə içəri girmişdi ki, bayırdan güclü şaqqıltı səsi gəldi. Deməli ki, necə içəri girmişdi ki? Deməli burada ədatdır bu. Eləsi gərək geri qayda idi. Kim qayda idi geri? Eləsi. Deməli əvəzlikdir burada. Hey deyirəm ki, elə olmaz. Necə olmaz? Elə olmaz. Burada da əvəzlikdir. Sual ədatı hansı nümunədədir? Deyir. Sən mənim qədrimi biləsən deyə bu cavan yaşımda ölümmü indi? Sual ədatını görürük burada və cavabı da A variantıdır 24-də. Keçdik 25-ə. Hansı nümunələrdən birində nə ədat kimi işlənmişdir? Təkrarlanmasın. Təkrarlananda bağlacı sayılacaq. Bir də ki, sual məzmunu yaratmasın. Lamiyə deyir, Eldar nə dindi, nə danışdı, bağlacıdır. Lamiyə bu barədə nə bilirsən? Əvəzlikdir. Nə gözəldir dağ döşündə buludlar. Sual məzmunu yaratmayıb, təkrarlanmayıb, ədatdır, qüvvətlendirici ədat. 26. Hansı cümlələrdə ədat işlənmişdir? Elə biz bu məsələdən narahatıq. Elə biz də, deməli burada nə oldu? Elə məhz əsl dəqiqləşdirici ədatı gördük və necə sualına cavab vermir. Ümumiyyətlə suala cavab vermir. Yoxdur bu torpaqda şair sizin tək. Yoxdur burada. Tək orada qoşmadı axırda. Axı mən insanam, arzularım var. Axı qüvvətlendirici ədatını görürük. Ah nələr duyuram onun səsində. Yoxdur burada ədat. Ah orada nidadır. Bir də evə gecikmərəm. Lap arxayın ol. Lap ədatını görürük burada. 5. 1, 3, 5 A variantı. Ədat işlənmiş cümlələri müəyyən edin. Tək o mənim dərdimə çarə tapa bilər. Yalnız. Deyə bilirəm. Ona görə 1-dir. Birdən başladım tək sözü. Bu ədatdır. Şərqiyə şəhərə tək getmişdi. Necə getmişdi tək? O zərfdir orada. Tək oğlu orduya çağırmırdılar. Necə oğlu? Tək oğlu. Burada da sifətdir. Tək övladımız sağ-salamat qayıtsın. Deməli, tək burada arzu ədatını görürük biz burada. Tək bir bar, deməli, kaş. 1-4. Sonra o da sənin tək inadkardır. Burada da bağlacıdır. Tək də qoşmadı. Başqa yoxdur. Oldu 1-4 cavabı B variantında. Sadalanan xüsusiyyətlər hansı köməkçi nitq hissəsinə aid edilə bilər? Cümlədə fikrin təsir gücünü artırır. Deməli, bu ədatın cavabıdır. Sonra sual, arzu, xahiş mənalarını gücləndirir. Ədatın cavablarıdır bunlar hamısı. Deməli, baxarıq cümlədən çıxarıldıqda məna dəyişikliyi baş vermir. Bəli, baş vermir. Deməli, ədatı götürürük buradan. Hansı cümlədə fikrin təsir gücünü artıran söz var? Yəni ədat var. Həqiqətən ordumuzun qələbə əzmi güclüdür. Ədat yoxdur burada. Bu birinci olan modal sözdür. Nə danışır, nə yazır, nə burada bağlacıdır. Meşədən nə yığdın? Sual əvəzliyidir. Nə gözəl yaraşır muğanı ceyran. Bu nə burada? Artıq ədatdır. Çünki sual məzmunu yaratmayıb və təkrarlanmayıb. Deməli, çay boyunca var gəl etdik. Deməli,
Təsir gücünü artan söz burada ümumiyyətlə yoxdur. Ca burada qoşma sayılır. Var gəldi ki, nə etdik? Bu da isim kimi götürürlər. Ondan sonra hansı cümlədə vergül ədatla bağlıdır? Yəni, vergül deyirsə əgər təsdiq. Təsdiq və inkar. Təsdiq və inkar ədatlarını götürəcəyik. Deməli, baxaq görə harada olar? Təsdiq və inkar A-da yoxdur. Əl verdilər hətta deməli yoxdur bu hətta. Əl verdilər hətta qucaqlaşdılar. Deməli, hə, ədatla bağlıdır deyir də. Ədatla bağlıdır. Yoxdur burada da təsdiq ədatı. Xeyr götürək. Yəni, bir dənə 1-2 deyil ki, elə bu da C variantıdır da, o birlərinə baxmırıq. Hansı cümlədə səhv ədatın yazılışı ilə bağlıdır? M ola bilər. Baxaq görüm cavablardan. Doğrudan da xalq hakimiyyətin mənbəyidir. Deməli, burada ədat yoxdur. A variantında. Yalnız bəziləri belə düşünür və danışır. Yalnız. Səhv yazılıb özdə söz. Deməli, burada ədat var yalnız. Və hə, səhv yazılıb deyirsən, burada elə olmuşsa səhv yazılan. Belə B variantını götürək də. B variantını. Çünki yalnız olmalıydı axı. Başqa da axtarmaq ehtiyac yoxdur. 32-yə bax. Hansı cümlədəki səhv ədatın yazılışı ilə bağlıdır? D buradadır. D. Az öncə dediyimiz kimi M 4 variant ədat da, D bağlayıcısından deməli da üzr istəyirəm bağlayıcısından da ola bilər. Deməli uşaq da mı bağlayıcısından da ola bilər. Belə ümumiyyətlə da, D-dən sonra gələndə ayrı yazılmalıdır. Şəkilçi də olur. Bax burada şəkilçi kimidir. Biçik olmaz yəni. Səhvdir burada. 33-ə baxaq. Deməli, ədatların birinin qrammatik mənası fərqlidir. Di danış eşidək. Di əmr ədatıdır. Dil dünyanın ən yaxşı və ən pis ünsiyyət vasitəsi. Ən yaxşı və ən pis ünsiyyət vasitəsidir. Ən burada qüvvətləndirici ədatdır. Gəlin ana dilimizi qoruyaq. Deməli, burada da əmr ədatıdır. Əmr ədatlarını aşağısına xətt çəkirəm. Bax bu gözəlliyə varam. Deməli, bax burada da əmr ədatıdır. Qoy mən yenə söhbət açım öz diyarımdan. Burada da əmr ədatıdır. Deməli, bunlar eyni oldu. Bir dənə orada olan B variantında olan nə sayıldı? Qüvvətləndirici. Deməli, qüvvətləndirici. 34-ə keçək. Ədat işlənmiş cümlələri müəyyən edin. Kəmərdən qiymətli sizdə nə var ki? Ki-ni görürük. Burada ədat var. Ondan sonra zəng təzə vurulmuşdu ki, müəllim sinifə girdi. Yoxdur burada ədat. Ondan sonra tək balamsan, sənsiz burada qalmaram. Deməli, tək balamsan, yalnız balamsan, bircə balamsan. Deməli, necə balamsan, tək balamsan. Bu suala cavab verir də. Düzdür. Suala cavab verirsə əgər ədat götürmürük bunu. Ədat götürmürük, sifət götürərik. Bircə gəlsin, görüm nə istəyir. Hə, bircə burada ədat kimi işlənir. 4-ü götürə bilərik. Sonra daş mı, mı-nı görürük burada. Götürürük 5-i də. Deməli 1, 4, 5. 1, 4, 5 E variantındadır. 34-də. Hansı cümlədə ədat işlənmişdir? Bu işi ancaq sən görə bilərsən. Bu işi yalnız sən görə bilərsən. 1-i götürürük. Həll edə bilərdim, ancaq vaxtım çatmadı. Lakin deyə bilirəm. Bağlayıcı dondu o. 2-ni götürmürəm. Kənarda tək dayanıb, necə dayanıb? Gəlib gedənə baxır. Ədat yoxdur cümlədə. Təkcə sənə gümanım gəlir. Yalnız sənə gümanım gəlir. Deməli, burada necə sənə gümanım ümumiyyətlə düzgün gəlmir. Yəni, ədatdır burada. Suala cavab vermir təkcə sözü. Bir sənin yolunu seçdim bu dünyada. Deməli, burada da nə sayılacaq? Qüvvətləndirici ədat sayılacaq 1. 1, 4, 5 cavab olacaq. Dağı aşan kimi gözəl mənzərəyə rast gəldik. Burada ədat yoxdur bu cümlədə. 6-da 1, 4, 5 cavabını götürdük. 36-cı suala baxırıq. Deməli, bir dəqiqə bunu silək. Ədat işlənmiş cümlələri müəyyən edin. Lazımsız kağızları da yığışdırın. Yəni, hər şeyi yığışdırın, kağızları da yığışdırın. Bu bağlayıcıdır. Burada ədat yoxdur. Vaxt artıq gəlib çatmışdı. Artıq ədatını görürük burada. Yəni, suala cavab verməyəndə ədat götürülür. Suala cavab verəndə zərf və sifət hesab oluna bilər. Necə suala cavab verəndə? 2-ni götürək. Biz səni də nəzərdə tutmuşuq.
Yəni hamını nəzərdə tutmuşuq, səni də nəzərdə tutmuşuq. Bu iştirak bağlayıcısı sayılır burada də. Deməli götürmək olmaz. Su axar, səmtini tapar. Ancaq bunun nə demək olduğunu hər adam başa düşməz. Lakin deyə bilirəm, bu ancaq yerinə bəli deyə bilirəm. Deməli burada ədat yoxdur. Lap vaxtında laf ədatını gördüm. Deməli 5-i də götürürük. 2-5 cavabımız C variantındadır. Hansı sıradakı işarələnmiş sözlər yalnız ədat kimi işlənmişdir? Sözün cümlənin əvvəlində olanda və bütövlükdə nə et sualına cavab verməyəndə, yəni feilin sualına cavab verməyəndə bütöv ədat sayılır bu. Və biz deyirik ki, işarələnmiş sözlər yalnız ədat kimi işlənmişdir. Bunlar feil üstəgəl ədat da ola bilər, əgər cümlənin sonunda olsa. Məsələn, gəlsənə bugün kitabxanaya getməyək, nə etsənə deyə bilmərik ki, burada bütöv ədat kimi işlənib. 1. Qoysana biraz dincələk, nə etsənə biraz dincələk, yenə də olmur bu formada, əvvəldə işlənib, 2-ni də götürürük. Sən də bir bizim tərəfləri gəlsənə, nə etsənə, gəlsənə. Burada sənə ayrıdır, gəl ayrıdır. Gəl feil sənə ədatdır, götürmək olmaz. Kitabı yerə qoysana, yəni sonda işlənib, qoy ayrıdır, feildir, sana isə ədatdır. 1-2 cavabını götürürük. 38-ci suala baxırıq. Deməli, hansı cümlələrdə ki ədatı işlənmişdir? Ki ilə bağlı qaydanı demişik əvvəldə. Təkrar xatırlatma eləmirəm. Harama, halala baxan kimdir ki? Ədatdır burada, sual ədatı. Deməli, dedi ki, bağlacıdır. Mən ki ədatdır. Siz ondan niyə qorxursunuz ki? Ədatdır. Deməli 1-3-4-ü tapmışıq. Mehmanın arzusu budur ki, bu da bağlacıdır. 1-3-4, 1-3-4 E variantındadır. Sonra 39-cu suala baxırıq. Arzu ədatları işlənmiş cümlələri müəyyən edin. Sənin təki dostu olan xoşbəxtdir. Deməli burada qoşmadır. Burada qoşmadır. Bənzətmə qoşması deyirlər buna. Barı çəkdim, yol saldım. Barı burada divar mənasında və isimdir. Götürmək olmaz bunu da. Ədat kimi də olur. Əgər suala cavab vermirsə, arzu ədatı olur. Barı nə çəkdim, barı çəkdim. Barı gəlib çıxa idin. Burada suala cavab vermir və arzu ədatı funksiyasındadır. Məgər mən bunu bilmirəm, məgər sual ədatıdır, götürmək olmaz. O heç də narahat deyildi. Tək oğlunun işləri yaxşı gedə idi. Burada da arzu ədatı var, tək ədatı. Deməli 5-i də götürə bilərik. 3-5 cavabını qeyd edirik. Sonra hansı cümlələrdə 40-cı suala baxırıq. Hansı cümlələrdə ədatın müxtəlif məna növlərinə aid nümunələr işlənmişdir? Deməli müxtəlif məna növləri deyirsə, yəni bir cümlənin daxilində, məsələn deyək ki, arzu da olsun, məsələn əmr də olsun. Belə bir şey ola bilər bunun cavabı. Baxaq indi görək necə olur. Hətta avtomobil təmiri idarəsində yenicə işə düzəlib. Deməli, əgər sadalanan sözlərdən sonra, həmcins üzvlərdən sonra həttanı görürüksə, onda bağlacı deyirik. Belə deyilsə əgər, onda hətta ədat sayılır, qüvvətləndirici ədat. Deməli, burada biz başqa bir, deməli, 2 dənə ədat görürük, yenicə. Bir cəni görürük, bir də həttanı görürük. Hər ikisi qüvvətləndirici ədat olur. Deməli, bizə nə lazımdır? Fərqli deyir məna növlərində. Məhz bugün rayona getməlisən, ha. Biri burada məhz ədatını, elə məhz əsl dəqiqləşdirici ədatını görürəm. Bir də burada qüvvətləndirici ədat görürəm. Hanı demişdik ki, əmr feilindən sonra gələndə, əmr şəklində olan feildən sonra gələndə əmr ədatı, yoxsa qüvvətləndirici ədat sayılır. Deməli, 2-ni götürə bilərik. Dəqiqləşdirici və qüvvətləndirici işləndiyinə görə. Elə indi bütün fikirlərimi məhz ona deyəcəyəm. Deməli, elə indi bütün fikirlərimi məhz ona deyəcəyəm. Baxırıq burada bu cümlədə elə indi bütün fikirlərimi məhz ona deyəcəyəm. Elə indi. Deməli, burada eləni götürürük. Elə məhz əsl, Deməli, eləni götürəcək ədat kimi. Çünki suala cavab vermir. Elə nə ola bilər? Əvəzlik də ola bilər. Amma suala cavab verməlidir. Deyə bilmərəm ki, necə indi? Alınmır axı, düzdür? Nə olur bu? Elə məhz əsl. Bunlar olur dəqiqləşdirici ədat. Bir də burada məhsi hazır var. Hər ikisi dəqiqləşdirici olduğuna görə götürə bilmərəm. Bizə fərqli olan lazımdır. Kaş arzu ədatını gördüm burada. Baxaq, bu işdə ancaq məni günahkar bilməyə.
Yalnız, təkcə. Burada da mən nə görürüm? Deməli, kaş oldu arzu ədatı, ancaq da oldu məhdudlaşdırıcı ədat. Deməli, 4-ü də götürə bilərəm cavab kimi. Bax, tapşırdıqlarımı da gətir ha. Deməli, əmr ədatlarını görürük burada. Bax, bir də ha, əmr şəklindən sonra gəldiyinə görə bunu götürürük. Da da burada bağlayıcı sayılır. Yəni, hər şeyi gətir, tapşırdıqlarımda bu sayılır. İştirak bağlayıcısı. Bunu 5-i niyə götürmədik? Çünki 2 dənə ədat var, hər ikisi də əmr ədatıdır. Yəni, bu işi səndən yaxşı görən varmı? Mı-nı görürük. Bir də yəni sual ədatlarını görürük burada. Eyni olur bunlar. Deməli, cavabımız hansı oldu? 2 və 4 oldu cavabımız. 2, bir də 4. Sonra 41-ci suala baxırıq indi. Ədatlarla bağlı doğru fikirləri müəyyən edindir. Ədatlarla bağlı doğru fikirlər lazımdır bizə. Başqa nitq hissələri ilə ədatlar arasında sinonimlik yarana bilir. Başqa nitq hissələri ilə. Məsələn, elə sözü ilə nə yarana bilir? Sinonimlik, amonimlik ola bilər. Sinonimlik ancaq nitq hissəsi daxil olur axı. Məsələn, deyək ki, ancaq olur, məsələn, deyək ki, məhdudlaşdırıcı ədat, ancaq sən gəl. Bunun yerinə bir dənə yalnız qoyursan, yalnız sən gəl. Bu sinonimlik olur. Başqa nitq hissələrinə söhbət gedirsə, artıq amonimlik olar. Biri götürmək olmaz, səhv cavabdır. Yəni. Bəziləri amonimlik xüsusiyyətinə malikdir. Hə, belə ondan danışırdıq ki, məsələn, deyək ki, elə sözü ədatda ola bilir. Eyni zamanda bağlayıcı da ola, üzr istəyirəm, deməli, əvəzlik də ola bilir. Məsələn, ki, bağlayıcı da olur, ədat da olur. Yəni, amonimlik xüsusiyyətinə malikdir də. 2-ni götürürük doğru cavab kimi. Bir qismi söz cümlə kimi çıxış edə bilir. Belə bu təsdiq, inkar ədatları var ki, hə, yox, bəli, xeyr. Bunlardan söz cümlə yaratmaq olur. Məsələn, deyir ki, evə getmisən. Cavabında deyir ki, bəli. Yəni, bu bəli söz cümlə hesab olunur. Deməli, 3-ü də götürürəm. Ədatlar öz aralarında sinonimlik yarada bilmir. Yox, yarada bilir. Yəni ki, bu yarada bilmir deyirsə, yəni bir-birinin yerində işlənə bilmir. Niyə ki, işlənə bilir də? Məsələn, deyirik ki, kaş sizi görəydim. Sonra kaşı çıxarıram oradan. Bari sizi görəydim. Bir-birinin yerində işləndi. Deməli, sinonimlik yarada bilir. 4-ü götürə bilmərik. M 4 variant sual ədatı həm bitişik, həm də ayrı yazıla bilər. Da, dədən sonra gələndə deməli olur ayrı. Qalan vəziyyətlərdə isə bitişik olur. Oldu bizim üçün 2, 3 və 5 cavabı. Sonra 42-ci suala baxırıq. Deməli 42-ci sualda ədatlarla amonimli olan bağlayıcıların işləndiyi cümlələri müəyyən edin. Yəni bağlayıcı olsun, məqamına görə ədat da hesab oluna bilsin o söz. Başqa cümlədə məsələn deyək də, deyir ədatlarla amonim olan bağlayıcıların işləndiyi. Yəni bax nəyə tapmalıyıq? Bağlayıcı olsun, sonra ədat da ola bilsin həmin sözlər. Baxaq indi birə. O bu işdə ancaq özünü günahkar sayırdı. Yalnız deyə bilirəm, burada mən bu bağlayıcı deyil ki, ədatdır da bu. Hanı bağlayıcı bu cümlədə? Yoxdur bir də. Səlbi beləcə qovrulur, ancaq gələnlərə heç nə sezdirmirdi. Lakin gələnlərə heç nə sezdirmir. Bu ancaq burada nə sayılır? Bağlayıcı. Ancaq bizdə məhdudlaşdırıcı ədat da var idi ancaq. Deməli, ədatlarla amonim, ədatla amonimdir bu ancaq sözü. Bağlayıcıdır, ədatla amonim ola bilir. 2-ni götürürəm. Onlar cavanları, yəni Şirzadı, Qaraşı, yəni burada nədir? Yəni məsələn aydınlaşdırma bağlayıcısı kimi işlənir burada. Amma bizdə yəni sual ədatı da var idi. Ona görə bunu da götürə bilərik. Belə ki, imtahanlar artıq yekunlaşmışdı. Ki, belə ki, nə sayılırdı? Deməli, aydınlaşdırma, tabelilikdə aydınlaşdırma bağlayıcıları sayılırdı. Buradakı təkcə ki olsaydı əgər onu götürə bilərik. Hal-hazırda bizim üçün belə ki ədatı yoxdur axı. Ona görə də 4-ü götürə bilmərik. Sonra 5-ə baxırıq. 5-cidə deyir ki, bu elə bir işdir ki, bax burada ki bağlayıcı kimidir. Amma məqamına görə bu nə sayılır? Ədat da ola bilir, qüvvətləndirici ədat da ola bilir. Daha sonra sual ədat da götürə bilərik bunu. Sonra nə kəndə getməli havadır? Bu nə sözü burada bağlayıcı deyil. Birbaşa ədatdır. Bağlayıcı olanda təkrarlanmalı idi. Nə oxuyur, nə yazır. Belə olmalı idi. Deməli, oldu cavabımız yenə də 2, 3 və 5 cavabını götürdük. Ondan sonra 43-cü suala baxırıq. Sonuncu sualdır.
Düz cümlələrdəki ədatların qrammatik mənasına görə işlənmə ardıcıllığını müəyyən edin. Burada məna növləri verilib. Burada bu hissədə məna növləri verilib. İndi biz də baxaq görək ki, birinci hansı işlənib. Məsələn, birinci cümləmiz budur axı. Ardıcıllıqlardır. Bu barədə sizə əvvəldən məlumat verilmişdi ki, sualdır. Sual hansındadır? 3-də. Deməli 3 ilə başladıq. Sonra ikinci cümlədə baxaq nə işlənib. Məhz bu məsələdə, məhz nə görürük? Burada dəqiqləşdirici ədatı görürük. Bu məsələdə sənin dediklərin ağla batandır. Deməli, məhzi görürük burada və dəqiqləşdirici haradadır? Dəqiqləşdirmə 5-də. Sonra üçüncü cümləni oxuruq. Söylədiklərimiz heç də əsaslı dəlillər deyil. Söylədikləriniz, deməli, heç də əsaslı dəlillər deyil. Deməli, heç bu qüvvətləndirici ədatı görürük burada. Başqa ədat da yoxdur. Deməli, qüvvətləndirici haradadır burada? Qüvvətləndirici ədat söylədikləriniz heç də əsaslı dəlillər deyil. Deməli, burada heç nə götürə bilmərəm axı mən. Söylədikləriniz heç də əsaslı dəlillər deyil. Deməli, deməli, inkar ədatı kimi, məsələn, heç də, bəli, yox, xeyr, belə olur. Deməli, bəli, yox, xeyr, heç də. Deməli, inkar eləyir də bunu. Bu deyil olmasa heç də. Deməli, heç özü ədat olur, təkcə heç də. Burada nə oldu? İnkar ədatı kimi işləndi. İnkar ədatı. Deməli, bunu unutmuşdum. Deməli, götürdük biri. Ondan sonra işte bundan sonra dördüncü cümlə oxuruq. Sabahki oyunda sən də bizimlə oynasana. Burada sana əmr ədatını görürük. 4 yazırıq bura. Sonra bu birisi cümləyə baxırıq. Onu kim çağıracaq? Barı biləydim. Burada da barı arzu ədatını görürük. Deməli oldu 3, 5, 1, 4, 2 cavabı düzgün cavab kimi, ardıcıllıq kimi. Deməli, ədat haqqında bu qədər. Əgər izahı bəyəndinizsə, şərh bildirməyi, xüsusən də abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.